elə bir momentlər olur ki, mikrovolnovka xərab olur, fritur xərab olur, və pec xərab olur, qaz gəlmir, manqalda yemək pişiririk. Olur da yəni belə proseslər çox olur. Yəni bilirsiniz ki, fritur yoxdursa bunu belə də edib verə bilərsiniz. Yəni məlumatınız olsun. Həmin momentdə lori dildə siz çuluğunuzu sudan çıxartmağı bacarasınız da, yəni bilirsiniz. Hə. O qıraqları görsünüz saraldı, qızılı rəng aldı. Bunu götürürük, çeviririk. Gördün? Biraz da o hissəsi qızaracaq, xodunu artıracağım. Tam qızılı vəziyyətdə, yəni tam bütün hissələri bu vəziyyətdə çatanda götürüb qoyacağım bura. Ondan sonra əgər lazımsa duxovkaya, yəni özümüzü straxovka eləmək üçün kəsərik, baxarıq, pişibsə qoymarıq. Pişməyibsə bir 5 dəqiqə qoya bilərik onu. Xodunu artırdım. Ara oynamaq olar. Hə, biraz azaldım, çoxalma. Hə. Yağ yanmasın, hamısına çatsın. Bax, görürsünüz, dən çıxır burada, düşür. Bax, dən burada istər-istəməz o üstündən suxarı düşür. O aparata da düşür, o yığılır, çökür dibində. Səhərsi gün onu süzməsiniz, axşamdan səhərə kimi o çöküb qalır altda. Səhərsi gün onu süzməsiniz, gəlib yandırırsınız, o sıraz yanacaq altındakı. Bütün yağı da zay eləyəcək. Ona görə hər gün mütəmadi süzülür də o. Bir də görürsünüz, çox işlənir, sıraz dəyişilir yağ. Yəni, belə şeylər də var. Bax, görürsünüz, özü yavaş-yavaş qaynayır. Amma fritura atanda tam üstü də örtülür, 200-ü birdən pişir. Bu söhbətdir. Hə, o daha rahatdır. Amma fritur yağı onsuz qarğıdalı da olmur, semiçka da olmur. Onlar palma yağı olur. Hə, çünki palma yağı biraz gec yanır. Ona görə ondan istifadə edirlər. Evdə olanda semiçka ilə də eləyə bilərsən, qarğıdalı ilə də eləyə bilərsən.